Dostlar salam. Hoş gördük sizleri kanalımda. Necəsiz, nə var, nə yox. Neçə gündür video çəkmirdim. Dedim bugün çəkim paylaşım sizlərlə. Çolpaları. Bunlar mənim Cerebis F6 və Lider 55 çolpalarımdır. Bunların videosunu çəkmişdim. Əvvəlki izləyicilərim bilsə. Sonra videoları götürdüm kanalımdan. İlk gündən aldığım gündən nə vermişəm, necə böyütmüşəm, hamısı var idi. Belə. Hal-hazırda bunlar 80 günlükdür, 81 günlükdür. Ayın 13'ü 3 aylar olacaq. Belə. Bugün bunlara vaksinini vurmuşam, iğnəsini vurmuşam. Əslində baytar deyir ki 3 ay tamam olsun vur. O da mən xəstəlikdən qorxduğum üçün, kənddə xəstəliyi var. Qorxduğum üçün 80 günlüyündə vurdum vaksinlərini. İnşallah yaxşı olarlar. Vaksin də bax, bu vaksindən vururam mən. Bundan istifadə edirəm. Bizdə 16 manatdır. Yarım 50 qram vurulur. Bir dənəsi 100 cücəyə görür. Bizdə 16 manatdır. Bilmirəm indi başqa baytarlıq apteklərində qiyməti neçədir. Mən elə almışam. Belə. Vaksindən əvvəl də qurd dərmanı vermişəm. Bir həftə qabaq. Bugün də vaksinləri. Yemləri də bunlarda arpa buğda yarmasıdır. Arpa yarması, buğda yarması. Efsio. Kimin imkanı varsa şəkərli yemlərdən alıb verə bilər. Qarğıdalı yemi qata bilər. Belə. Məndə ancaq arpa buğda yarmasıdır. Belə dostlar, bu haqda başqa elə deyəcək bir şey yoxdur. Nə istəsəz, nə soruşsaz yorum qismində yazarsınız. Abunə olmayanlar kanalıma abunə olsun. Like koyun. Zaten ora bir like koymaqla siz heç nə itirmirsiniz, sizdən nəsə çıxılmır. Zəhmət olmasa like koyun. Belə. Çox sağ olun. Özünüzə müğayət olun. Öpürəm sizləri, var olasınız. Bu qədər. Növbəti videoda görüşərik.